Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Burada deməli suallarımız bərabərsizlik mövzusuna aid olan güvəndən seçdiyim suallardır və ikinci artıq belə deyək də ikinci hissədir ki, biz belə sualların izahına baxırıq. Nədir birinci sualda? Deyir ki, bu bərabərsizliyi həll edin. Baxın, bu yuxarı hissəyə baxsaq, yuxarıda bir ədəd var, irrasional bir ədəd var. Gəlin onun mənfi və ya müsbət olduğunu müəyyən edək. Yazıram kök altında. Bu 2 keçir kökün daxilinə olur 4. 4 dəfə 3 olur 12. Çıx, kök altında. Bu 3 də kökün daxilinə keçəndə 9 dəfə 2 o da olur 18. Kök altda 12-dən kök altda 18-ə çıxanda cavab olur mənfi. Deməli, əgər bizim surətimiz mənfidirsə, bax, məxrəc də mənfi olmalıdır ki, mənfini mənfiyə böləndə böyükdür 0 alına bilsin. Məxrəci eləyirik mənfi. Yazıram kök altında 2x üstə gəl 2 kiçikdir 0-dan. Burada kök altında 2x kiçikdir. 2-ni atırsız bu tərəfə olur mənfi 2. Burada da olur deməli x kiçikdir mənfi 2 bölünsün kök altda 2. Gəlin bunun həm məxrəcini, həm də surətini, daha doğrusu məxrəcini irrasionallıqdan azad edək. Yəni qoşmasına vururam kök altda 2-yə. Bunda. Bərabər olur. Deməli, yuxarı olur 2 kök altda 2. Aşağı da olur 2. Bax, bu 2 ilə bu 2 ixtisar gedir. Qalır sadəcə kök altında 2. Yəni, x kiçikdir mənfi kök altında 2-dən. Bunun da cavabı olacaq mənfi sonsuzluqdan mənfi kök altda 2-yə kimi. Bəli, cavabımız var. Testimizin düzgün cavabı elə A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq ikinci sual. Deməli, ikinci sualda bizə deyir ki, baxın, modul bərabərsizliyi verir. Deyir, bu bərabərsizliyi həll edin. Hər zaman böyükdür işarəsi ilə veriləndə yadda saxlamaq lazımdır ki, bir dəfə yazırsınız 2x üstə gəl 1 böyükdür 5-dən. Bir dəfə də yazırsınız 2x üstə gəl 1 kiçikdir mənfi 5-dən. Və hər ikisinin alınan cavabın, deməli, nəyin götürmək lazımdır? Birləşməsini. Bax, modul əgər bərabərsizlik böyükdür işarəsi ilə verilibsə, deməli, sonda onların birləşməsi götürülməlidir. Bunu mütləq yadda saxlayın. Birincini həll etsək, olur 2x böyükdür 5 çıx 1 4-dən. X də böyükdür 4-ü bölür 2 olur 2. İkincini həll etsək, olur 2x deməli kiçikdir. Mənfi 5, bu da keçir bu tərəfə olur mənfi 1. Mənfi 5, mənfi 1 bizə verir mənfi 6-nı. X də kiçikdir. Mənfi 6-nı 2-yə bölsək, düzgün cavab olur mənfi 3. İndi fikir verin, biri var 2-dən böyüklər. Biri də var burada mənfi 3-dən kiçiklər. İndi hər ikisinin birləşməsini götürmək lazımdırsa, olur mənfi sonsuzluqdan mənfi 3-ə. A bəndinə baxın, mənfi sonsuzluqdan mənfi 3-ə birləşir 2-dən müsbət sonsuzluğa. Deməli, düzgün cavab A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Verilən bu bərabərsizliyin tam həllərinin sayını tapın deyir. Həll etmək üçün birinci növbədə 2-ni keçirmək lazımdır digər tərəfə. Yazıram. X üstə gəl 1 bölünsün. X çıx 1. 2-ni atırsız o tərəfə olur çıx 2. Böyükdür 0-dan. İndi bunun məxrəci 1-dir. Biz bunu ortaq məxrəcə gətirsək, olur x çıx 1-də. Bu birinci surət olduğu kimi qalır. Amma ikinci surəti bu məxrəcə vurmaq lazımdır. Mənfi 2-ni x-a vurursunuz, eləyir mənfi 2x. Mənfi 2-ni mənfi 1-ə vurursunuz, olur müsbət 2. Böyükdür 0-dan. Deməli, burada olur x çıx 1. 1 ilə 2-ni toplayıram 3. X-dan da çıxıram 2x olur mənfi x. Böyükdür 0-dan. İndi həm surətin, həm məxrəcin kökünü tapırıq. Yuxarının kökü 3-dür, yəni 0-a çevirən qiymət. Aşağınınki də 1-dir. Ədəd ox üzərində qeyd edirsiniz, amma heç biri daxil deyil. 1 və 3. Aldıq bu formada intervala. İndi bu əmsal mənfidirsə, buranda zaten mənfi x kvadrat edir. Deməli, kənarlar mənfi olmalıdır, ortada müsbət olmalıdır. Bəs sizdən hansını istəyir? Böyükdür 0-ı istəyirsə, deməli, müsbət hissəni iştiqləyirsiniz. Bunun da cavabı 1, 3 aralığı olmuş olur. Və bizdən soruşan tam həllərinin sayını tap deyirsə, onsuz da 1 ilə 3-ü ala bilmir. Deməli, yeganə qiymət burada hansını almış olacaq? 2-ni almış olacaq. Tam həllərin sayı 1 dənə, deməli 1-ə bərabər olmuş olur. Üçüncü sualda testimizin düzgün cavabı olur Y bəndi, Y variantı. Keçək növbəti suala.
Baxırıq burada 4-cü sual. Deməli bizə deyir ki, bax bu ifadədə, yəni A 18 ilə 24 aralığında, B də 3 ilə 6 aralığında olarsa, biz tapmalıyıq A bölünsün B nisbətinin ala biləcəyi ən kiçik tam qiyməti. Əgər yuxarıdakı aşağıdakına bölünürsə, yadda saxlayın ki, bölmə qaydası heç vaxt alt-alta aparılmır. Yəni çıxma ilə bölmə hər zaman çarpaz. Siz burada 18-i 6-ya bölürsünüz, olur 3. Siz burada 24-ü 3-ə bölürsünüz, olur 8. Bir daha deyirəm, çıxma və bölmə heç vaxt alt-alta aparılmır. Yalnızca çarpaz aparılır. Bəs hansılar alt-alta aparılır? Əgər toplama olsa, bir də vurma olsa. Yaxşı uşaqlar. İndi burada deyir ki, A bölü B nisbətinin ala biləcəyi ən kiçik tam qiymət, bax fikir verin, qeyri-ciddi bərabərsi deməli 3-ü ala bilir. Ala biləcəyi ən kiçik tam qiymət 3-ün özünə bərabər olmuş olur. 4-cü sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Baxaq növbəti suala. 5-ci suala. Verilən bu bərabərsizliyi həll edin deyir. Baxın, burada 3 çıxılsın pi verilib. Burada pi çıxılsın 3 verilib. Yəni ki, bunlar bir-birinin əksidir. Əgər mən bunları ixtisar aparacamsa, cavab olacaq -1. Ay, yaxşı, bəs hansı mənfidir? Gəlin baxaq. Baxın, pi-nin qiyməti 3,14-dür. Yəni 3-dən çıxanda 3,14-dür, cavab mənfi qalır. Deməli, bunun cavabı mənfidir uşaqlar. Baxın, bunun cavabı mənfidir. İxtisar gedəndə qalacaq burada mənfi. Onda olur mənfi 2x çıx 6 kiçikdir 0-dan. O zaman 0-ı bölürük mənfi, yəni mənfi 1-ə bölürsə, belə təsəvvür edin. Avtomatik işarə dəyişir, olur böyükdür 0-dan. Burada 2x böyükdür 6-dan, x də böyükdür 6 böl 2, yəni 3 alınmış olur. Deməli, x 3-dən böyükdür. Düzgün cavab burada A bəndi, A variantı alınmış olur. Belə, keçirik növbəti suala. Baxırıq burada 6-cı sual. Deməli, 6-cı sualı deyir ki, verilən bərabərsizliyi həll edin. Əvvəlcə bunların, yəni sıfıra çevirən qiymət köklərini tapaq. Baxın, bu 3-dür, bu 2-dir, bunu da sıfıra çevirən qiymət 5-dir. Amma bu 5-i ala bilməyəcək. Yəni, qeyri-ciddi bərabərsizlik olduğu üçün 2 və 3-ü alır. Bax, fikir verin. 2 ilə 3-ü alacaq. Yəni, 2 ilə 3 daxildir, amma 5-i ala bilmir. Ayırdıq bu formada intervala. Bir də nəyə diqqət etməliyik? Bu cüt dərəcədən olan vurulğumuz var. Bunun kökü 3-dür. Yəni, bax, bu həmin kökün yanında olan, belə deyək də, ətrafındakı 2 intervalın da, yanındakı 2 intervalın da işarəsi eyni olacaq. Bu qaydadır artıq uşaqlar. Yəni ki, cüt dərəcədən olan vurğun kökünün ətrafı eyni işarəli olur mütləq. Və bütün x əmsalları müsbətdir, deməli, müsbətdən başlayırsınız. Müsbət, sonra növbələşir. Mənfi, yenə mənfi, ən axırda müsbət. İndi bizdən kiçik bərabərdir 0 istəyirsə, deməli, mənfini istəyir, bax, buralar iştirilənməlidir. Bu olacaq, deməli, 2 ilə 3 aralığı, 3 ilə 5 aralığı. Xeyr, axı 3 burada daxildir. Siz birbaşa olaraq bunu 2-dən 5-ə götürməlisiniz. 2 daxildir, amma 5 daxil deyil. Ona görə 6-cı sualı testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 7-ci suala. Deməli, bizə verir ki, x çıx 2 vurulsun. X çıx 5. Baxın, buna bir ifadə kimi baxsaq, yəni bir ifadə x çıx 2 kimi baxsaq, bu ifadəni keçirdirik sol tərəfə və işarəsini dəyişir. Olur, çıxılsın x çıxılsın 2, kiçik bərabərdir 0-dan. Aydındır, bax, işarəsini dəyişib keçirdik bir ifadə kimi digər tərəfə. İndi buradan x çıx 2-ni mötərizə xaricinə çıxartsaq, burada qalır x çıx 5, indi bunu götürmüşsə yerində qalır 1, kiçik bərabərdir 0-dan. Burada olur, x çıxılsın 2, vurulsun. X çıxılsın 6, kiçik bərabərdir 0-dan. Bir kökümüz 2-dir, o bir kökümüz 6-dır. 59 üzərində qeyd edirik, özdə hər biri daxildir. Bu formada ayırırıq intervala. İndi hər bir əmsal müsbətdir də, baş əmsal müsbətdir. Deməli, kənarlar müsbət olur, orta mənfi olur. Bu da bizdən kiçik bərabərdir 0. Yəni, mənfi olan hissəni istəyirsə, bax, mütləq şəkildə bura iştirilənməlidir. O da olur 2 və 6 aralığında. 2 və 6 aralığında, bəli, testin düzgün cavabı Y bəndi, Y variantı alınmış olur. Keçirik növbəti suala. Nə deyir 8-ci sualda bizə? Deyir ki, verilən bərabərsizliyin neçə natural həlli var? Aha. Yuxarının sıfırını tapmağa çalışsaq 8 bölü 2 4 olacaq. Aşağının kökü isə olacaq -2. Özdə heç birini ala bilmir. -2 və 4. Bu formada ayırdıq intervala. Bunun da əmsalı müsbətdir, bunun da əmsalı müsbətdir. Deməli, müsbətdən başlayırsınız. Kənarlar müsbət, orta mənfi olur. İndi bizdən kiçikdir, 0 hissəni istədiyinə görə, bax, bura iştirilənir. Yəni, bu bərabərsizliyin həlli -2 ilə 4 aralığı olmuş olur.
Bizdən sadəcə soruşur ki, bu bərabərsizliyin neçə natural həlli var? Yəni x burada hansı natural ala bilir? Təbii ki, 1-i alır, 2-ni alır, bir də 3-ü alır. Yəni 4-ün özünü ala bilmir. Deməli, neçə natural qiyməti olur? Düzgün cavab 3 natural qiyməti olmuş olur. Keçək növbəti suala. Baxırıq burada 9-cu sual. Deməli, 9-cu sualda bizə deyir ki, verilən bu bərabərsizliyi ödəyən tam ədədlərin hasilini tapın. İndi biz bunu vurğulara ayırsaq, bir dəfə yazıram, x çıxılsın, kök altında 10. Bir dəfə də yazıram, x üstə gəlsin, deməli, kök altında 10. Və bu olmalıdır, kiçik bərabərdir 0-dan. Kiçik bərabərdir 0-dan. İndi köklərindən biri elə müsbət kök altında 10 edir. Digər kök isə mənfi kök altında 10 alınmış olur. İndi kiçik bərabərdir işarəsindən veribsə, uşaqlar, birbaşa olaraq da yaza bilərsiniz ki, burada cavab. Bax, bu köklər arası olan, deməli, ədədlər götürülür. Mənfi kök altında 10 ilə müsbət kök altında 10. İndi təbii ki, kök altında 10-dan təqribən hansı qiymət çıxır? Deyə bilərsiniz ki, 3,1. Yəni, təqribi qiymət olaraq mənfi 3,1 ilə müsbət 3,1 aralığında olan, bax, fikir verin, tam ədədlərin hasilini istəyir sizdən. İndi mənfi ilə müsbət aralığında, bax, mənfi 3,1 ilə müsbət 3,1 aralığında 0 tam ədədi yerləşir? Bəli, yerləşir. Deməli, digər tam ədədləri axtarmağa ehtiyac yoxdur. Əgər 0 varsa, bütün hasil bərabər olacaq 0-a. Ona görə 9-cu sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Və nəhayət baxırıq 10-cu suala. Bu bərabərsizliyin natural həllərin sayını tapın. Deyir, x-ləri bir tərəfə yığaq, olur 3x çıx x. Ədədləri digər tərəfə yığaq, 17 çıxılsın 5. Bu olur 2x, 17-dən 5 çıxanda olur 12. Burada da olur x kiçikdir, 12-ni 2-yə böləndə olur 6. Natural həllərin sayını tap deyir. Deməli, bərabərsizliyin natural həllərinin sayını tapmalıyıq biz. Doğrudurmu? 3x-dan çıxmalıyıq x-i, 17-dən çıxmalıyıq 5-i. X kiçikdir 6. Burada natural həllərin sayı 5 olur. Sadəcə variantlarda yanlışlıq var. 1, 2, 3, 4, 5. Belə. Variantlara baxın uşaqlar. Gəlin bu biri buradan silək. Baxın. Cavab olsun 5. Yəni ki, bu bərabərsizliyin natural həllərinin sayı, baxın, 5-ə bərabər olmuş olur. Doğru cavabımız olsun C variantı. Belə. Bununla da sonuncu sualı, yəni sonuncu bərabərsizliyi yekunlaşdırmış olduq. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.